Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi Diller İnşaat GSC olub. Yenavaz.com xəbər verir ki, Diller İnşaat GSC son 25 gündə Qoruq İdarəsinin keçirdiyi 3-cü tender müsabiqəsində qalib olur. Qoruq İdarəsi Şuşa şəhərində D3 massivində yerləşən 2-ci məhəllə üzrə tikintisi nəzərdə tutulan 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərinin satın alınmasına görə Diller İnşaat GSC-yə 29 milyon 373 min 906 manat 67 qəpik ödəyəcək. Bundan başqa idarə Diller İnşaat GSC-yə Şuşa şəhərində D5 massivində 2-ci mərhələ 8 ədəd 4 mərtəbəli yaşayış binalarının tikinti işləri üçün 24 milyon 76 min 360 manat 11 qəpik, həmçinin Şuşa şəhəri D5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd 4 mərtəbəli yaşayış binalarının tikinti işləri üçün 12 milyon 984 min 241 manat 14 qəpik ödəyəcək. Qeyd edək ki, son 25 gündə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin 66,4 milyon manatlıq tender müsabiqələrinin qalibi olan Diller İnşaat GSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu Moskva prospekti ev 73 A-da yerləşən GSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. GSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzulioğludur. Onu da bildirək ki, Diller İnşaat GSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. Milli Məclisin 3, 4, 5, 6 və 7-ci çağırış deputatı olan Ülvi Quliyev eyni zamanda Azərbaycan Karate Federasiyasının prezidenti, karate idman növü üzrə 8-ci dan qara kəmər sahibidir.